Günümüzdə qadın kimi davranan kişilərin artdığı müşahidə olunur. Doktor, bunun səbəbi nədir? Bu həqiqətən hormon pozulundan irəli gəlir? Mən qeyd etmək istəyirəm ki, ümumiyyətlə oğlan uşaqlarında cinsi inkişaf dövrü 10 yaşından sonra başlayır, 14 yaşına qədər davam edir və bu müddət ərzində təbii ki, ilkin olaraq cinsi əlamətlər inkişaf etməyə başlayır. Tüklənmə, xayaların inkişafı, həm qadın, həm kişi orqanizmində estrogen və testosteron var. Kişi və qadın cinsi hormonlardır. Amma bəzi orqanizmlərdə qadın tipli cinsi hormonların çoxalması oğlanlarda və qızlarda isə kişi tipli cinsi hormonların artması halları qeyd olunur. Bu nə ilə bağlıdır? Müxtəlif qidalanmalar, yəni tərkibində cıl alınan karbohidratlarla zəngin olmayan bir çox qidalanmalar, yəni hormonal sferanı dəyişdirə bilir. Bəzi oğlan uşaqlarında cinsi yetişkənlik dövründə dar geyimlərin geyinməsi, yəni burada xüsusən diqqətinizə çatdırmaq istəyirəm, dar alt paltarlarının geyinməsi və daha çox analar tərəfindən tərbiyə olunması bu tipli cinsi pozğunluqlara gətirib çıxara bilir. Və oğlanlarda müxtəlif cinsi xəstəliklər, qadın tipli geriş, ginekamastiya, bu və digər hallar qeyd oluna bilir. Bu hallarda niyə məhz endokrinoloqa müraciət olunmalıdır? Təbii ki, ilk növbədə endokrinoloq sizə hormonların qaydasına qoymaq üçün ilkin olaraq yardımı göstərəcək.